Birdən maskanı belə çıxardıb yanında olan kişidən soruşdum ki, bura Everestdir. Yəni bu qərarı alanda övladlarınızın həyatı barədə əgər ki, Allah eləməsin, nəsə başıma bir iş gələr, onlar mənsiz qalar. Yəni bu riskləri necə gözə aldınız? Gözümdən başladı su axmağa. O da mənim gözüm belə istəyirdi ki. Və anama dedim ki, mən artıq bu yolculuqdayam. Mən artıq bura addım atıram. Zirvənin nə bilim, bəlkə 20 metrindən, 30 metrindən geri qayıdan oldu. Qadın bəzən o qədər məişəti olur ki, o qədər məişətə qarışır ki, qadın öz kimliyini unudur. Mən mələk deyiləm və bütün insanlar səhv etməyə məhkumdular. Mən də məhkumam səhv eləməyə. Sırf paketin qiyməti, yəni bu yolculuğun qiyməti, hələ geyimlər çıxmaq şərti ilə, uçaq biletləri, sığorta və digər nüansları çıxmaq şərti ilə tam 77 min dollardır. Hər bir bayraq orada bir cəsədin varlığını, yəni hansı nöqtədə cəsədin varlığını göstərir. Hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilərimiz. Bugün çox maraqlı bir qonağımız var. Everest zirvəsini fəth edən, qadının gücünü, əzmini, cəsarətini bütün dünyaya sübut edən alpinist Vəfa Musayevadır qonağımız və maraqlı bir söhbət ərsəyə gətirəcəyik ondan. Başlayaq. Xoş gəlmisiniz Vəfa xanım. Xoş gördük, təşəkkür edirəm. Necəsiz? İndi daha yaxşıyam. Daha yaxşısınız. Təşəkkür edirəm. Və başlayaq bu məşhur, həm həyəcan verici, həm də gözəl görüntülərdən. Hündürlüyü 8848 metr olan Everestdə qalxmaq təbii ki, bir qadın üçün böyük bir qərardır. Həm cəsarət baxımından, həm ailəlisiz, həm bu baxımdan. Bəli. Necə oldu? Bu gücü haradan aldınız? Yəqin ki, insanın qəlbində hər hansı bir missiya, hər hansı bir arzu dünyaya gələndə onunla bərabər güc də dünyaya gəlir. Yəni belə olmur ki, birinci arzu gəlir, sonra hardansa güc tapırsan. Yəqin ki, bunlar ikisi də bir arada dünyaya gələn, doğulan belə deyim də nəslələrdir, bir-birindən asılı olan nəslələrdir. İnsanın yəqin ki, gücü hara qədər çatırsa, nəyə qədər çatırsa, elə arzusuz bəlkə bir o qədər də böyük olur. Bu deyimdən mənim çox xoşum gəlir. Mən bunu Everestdə tez-tez xatırlayırdım ki, əgər sənin arzun yetəri qədər tükürpədici deyilsə, yəni səni qorxutmursa, səndən riskli deyilsə, riskli deyilsə, demək ki, bu kifayət qədər böyük bir arzu deyil. Amma Everestin içində bütün sadaladıqlarımızın hər biri var idi, risk də var idi. Düşünəndə tüklərim biz-bizdə qalırdı. Gecələr yuxumu da qaçırdırdı. Və Everest haqqında da düşünürdüm hər zaman, hər an. Yəni Everest kifayət qədər mənim üçün böyük bir arzuydu. Böyük bir arzuydu və bu arzu anlıq alınan bir qərar deyildi. Biraz əvvəl də çəkilişdən əvvəl dediniz, o barədə biraz danışın. Əlbəttə. Bilirsiniz, bu arzunun özü kiçik bir arzu olmadığı üçün, missiyanın özü kiçik bir missiya olmadığı üçün bu anlıq belə bir qərar da deyil. Məsələn, biz istirahətə getmirik ki, 3 günə qərar verək, 3 dənə əşyamızı götürək, gedək orada dincələk. Everest elə bir yolculuqdur ki, səndən ciddi düşünmə, səndən ciddi planlama və onun üçün ciddi özünə gəlmək üçün, Everest səni özünə buraxmaq üçün, öz zirvəsinə qoymaq üçün, icazə vermək üçün səndən çox ciddi hazırlıq tələb edir. Yəni sən belə istəyib bileti alıb və yaxud da ki, dediyimiz qədər məbləği ödəyib, Everestin kifayət qədər qiyməti də belə deyim də bahalıdır. Nə qədər ödəmişdiniz? Sırf paketin qiyməti, yəni bu yolculuğun qiyməti, hələ geyimlər çıxmaq şərti ilə, uçaq biletləri, sığorta və digər nüansları çıxmaq şərti ilə tam 77 min dollardır. Tam 77 min dollardır. Kifayət qədər böyük rəqəmdir və Everest özünə çox ciddi bir hazırlıq tələb edirdi və mən də bundan çox gözəl xəbərim var idi. Qaçışlara gedirdim, marafonlara gedirdim, trail qaçışlara gedirdim. Mən demirdim ki, gedirəm yarışlara iştirak etməyə. Mən dedim ki, Everest üçün trail qaçışa gedirəm. Yəni hər şey Everest üçün idi. Yatmalıyam, vaxtında yatmalıyam, Everest üçün vaxtında yatmalıyam. Və bu qərarınızı alanda təbii ki, övladlarınız var və anasız bir əlavə məsuliyyətiniz var özünüzdən başqa. Ora gedib qayıtmamaq riski də var. Yəni bu qərarı alanda övladlarınızın həyatı barədə əgər ki, Allah eləməsin, nəsə başıma bir iş gələr,
onlar mənsiz qalar. Yəni bu riskləri necə gözə aldınız? Bir ana olaraq bu çətindir əlbəttə. Bu çox çətindir. Əlbəttə çox çətindir, amma mən bunu elə özümlə də müzakirə eləyəndə, evdəkilərlə də müzakirə edəndə, əsasən də anamla müzakirə eləyəndə bizim sözümüz bundan ibarət olurdu ki, biz ölümə deyirik ki, ölüm haqdır da, yəni və ölüm ümumiyyətlə baxmır, sən dağın başındasan, evin içindəsən, yoxsa bostandasan, bu baş verəcəksə baş verəcək və insan belə bir gerçəkliyi anlayanda və qəbul edəndə çox rahat olur. Başa düşürsən ki, əgər mənim ölümüm Everestdə yazılıbsa, bu orada olacaq. Yox, əgər bu evə yazılıbsa, nə bilim, yerdə hər hansı bir yerə yazılıbsa, bu orada olacaq və bu qaçılmazdır. İnsan belə bir gerçəkliklə üz-üzə gələndə və bunu anlayanda artıq mənim qəlbimdə heç bir qorxu yox idi ki, mən gedərəm, birdən ölərəm, orada qalaram və s. və ilaxır. O qədər danışmışdıq ki, artıq. Onlar da artıq düşünürdülər ki, doğrudan da bu belədir də, yəni. Həm də düşünürdülər ki, artıq nə etsək də vəfa gedəcək. Bəli, yəni yenə deyirəm, bu belə olmadı ki, mən bir günə elan elədim və onlar qərar verdilər ki, vəfa getsin yoxsa getməsin. Bu dediyim kimi o qədər illərin danışılmış söhbəti idi ki, mən artıq deyəndə ki, mən Everestə gedirəm. Elə bil ki, hər kəs, evdə hər kəs, ailədə hər kəs buna belə deyim, hazır idi. Baxın, siz bu mübarizəni verəndə çox çətinliklə qalxırsınız. Əslində ölümlə həyat arasında bir mübarizədir. Bəli. Ananız hansı hissləri keçirib? Təbii ki, təsəvvür etmək mümkündür bir ana olaraq, amma nə deyirdi özü? Bir ay ərzində sizdən xəbər ala bilməyib yəqin. Bir ay ərzində mən getmədən öncə ilə ən çox anamla danışdım və anama dedim ki, mən artıq bu yolculuqdayam, mən artıq bura addım atıram və mənə orada lazım olan bir tək şey var. Ananın duası, ananın xeyir duası və bunu hər gün etməsi. Yəni yenə deyirəm, bir insanı belə divara belə diriyirsən və onun artıq bir çıxış yolu olmur. Mənim anamın sadəcə olaraq başqa bir çıxış yolu olmadı. Və həmin o belə deyim də söhbətin qarşılığında bir ana övladına nə deyər? Dedi ki, tamam, yəni mən sənə hər an, hər saniyə dua edəcəm. Dedim ki, özü də mənim ən çox sənin duana ehtiyacım var. Çünki ananın övladına etdiyi dua, yəni %100 qəbuldur. Təbii ki, bir ana ürəkdən dua edərsə. Dedim ki, mənim orada olduğum müddətdə mən səndən başqa heç bir yazı, heç bir mesaj, heç bir nəsə söhbət eləmək imkanım olmayacaq. Amma mən istəyirəm səndən burada söz alım və əmin olum ki, sən mənim üçün hər gün dua edəcəksən və ana çıxılmaz vəziyyətdədir də. Yəni başqa bir şey deməyə artıq heç variantı da yox idi və belə deyildi və mən də həqiqətən hər gün orada anamın duasını hiss edirdim. Ananızı birtəhər yola gətirmisiniz uzun bir sürən söhbətlərdən sonra. Bəs yoldaşınız necə? O qadağa qoyurdu mu? Siz özünüzdən, arzunuzdan, istəyinizdən, hədəfinizdən tam əmin olanda sanki bütün insanların əli qolu bağlanır, tilsimlənir. Onlar sənə söz deyə bilmirlər. Onlar üçün yenilik deyildi, yəni. Onlar əksinə bəlkə də sevinirdilər ki, nəhayətində bu baş verir. Bu gedir və bizim bundan canımız qurtaracaq. Bəli. Və bir ay oksigensiz, o çətin şəraitdə dayanmadan yol getmisiniz və təhlükəli yolculuqdur bu. Və bu təhlükəli yolculuqda dayandığınız və bacarmadım, artıq hər şey bitdi dediyiniz anlar var idi mi? Bizim bütün komanda Ukraynadan idi. 2 nəfər xanım idi məndən savayı, 2-3 nəfər də, 4 nəfər də Ukraynadan olan demək kişilər idi. Belə bir tək Azərbaycanlı mən idim. Zirvəyə çatmağa biraz qalmış. Mən Everesti görürəm. Mən zirvəni görürəm, sadəcə olaraq o qədər həyəcanlıyam və o qədər sevincliyəm ki, birdən maskamı belə çıxardıb yanımda olan kişidən soruşdum ki, bura Everestdir. Onun da mavi gözləri var idi, ağbəniz, biraz daha yaşlı bir kişi idi. O da çıxartdı, dedi ki, bəli, bura Everestdir. Mənim gözümdən başladı su axmağa. O da mənim gözüm belə sildi ki, sən bunu elədin, afərin. İngilis dilində dedi ki, afərin, sən gəlib bura çatmısan. Everestin tam zirvəsinə çatanda orada biz iplə bağlıyıq, həm küləyin sürətinə görə, həm də orada dayanma nöqtəsi elə də geniş ərazini əhatə eləmir, təhlükəsizlik üçün bağlamışdım. Gəlib Everestə çatanda özümdən asılı olmadı.
mən alnımı və əlimi Everestdə qoydum və təşəkkür elədim dağa. Bu bir simvolik idi. Yəni mən Everesti belə deyim də özünə, yəni çox, yəni dağın özünə deyil də sitayiş eləmək mənasında, amma Yaradanın böyüklüyü və Yaradanın əzəməti qarşısında mənim acizliyim idi. Əlimi qoydum, alnımı qoydum və belə bir təşəkkür elədim. Everestə dedim ki, çox sağ ol. Biz dağçılar arasında belə bir deyim var ki, dağ səni qəbul edərsə, dağ sənə hə deyərsə, sən o dağın zirvəsini görərsən. Yox deməzsə, sən o dağın zirvəsini görməzsən. Belə bir inancımız var. Həm də dağlar bilirsiniz bizim üçün müqəddəs yerlərdir. Bizim peyğəmbərlər dağlara gedərdilər, mağaralara gedərdilər və orada onlar vəhiy alardılar. Ona görə bizim üçün o çox müqəddəs yerdir. Və mən Everestə sanki təşəkkür elədim ki, çox sağ ol ki, məni qəbul elədin. Bir saniyə belə olmadı ki, mən orada tərəddüd eləyim gücümlə, tərəddüd eləyim istəyimlə, tərəddüd eləyim getdiyim yolculuqdan, özümü sual edim ki, mən burada nə edirəm, bəlkə geri qayıdım, bəlkə bunu etməyim. Halbuki yəni buna şərait çox idi ki, hər dəfə sən bunu düşünəsən. Çox idmançılar var idi ki, çox deməyim, amma yetəri qədər idmançılar da gördüm ki, zirvənin nə bilim, bəlkə 20 metrindən, 30 metrindən geri qayıdan oldu. Çox idmançılar var ki, bazı kampda öz fikirlərini dəyişdilər ki, tamam, amma deyəsən mən getməyəcəm və s. Və bu çox təbiidir. Bu çox təbiidir. Bəzən insan öz-özünə gəlib ora çıxandan sonra başa düşür ki, necə bir çətinlik dərəcəsinin içindədir və başa düşür ki, sadəcə olaraq gedib özünü belə deyim də qurban verməkdənsə, öz belə deyim, həyatını təhlükəyə atmaqdansa daha ağıllı qərarlar verə bilər. Amma görünür, yenə dediyim kimi, bu biraz uzun müddəti əhatə elədiyi üçün mən orada Everestdə mən filmlərdə, kitablarda, oxuduq məlumatlarda o qədər düşüb çıxmışdım ki, o yolları gedəndə mən heç təəccüblənmirdim ki, mən hardan keçirəm, görəsən məni necə bir yolculuq. Sanki hər addımımı qoyanda bilirdim ki, növbətdə məni nə gözləyir. Orada qidalanma, yemək, bunlar necə olur? Bunları necə həll edirsiniz? Ana kampda əlin bütün qidalara çatır, kifayət qədər. Yaxşı yeyə bilərsən, qidalana bilərsən, amma bizim artıq ilk hündürlüyümüz 5360 metrlərdən başladığı üçün artıq yenə də oksigenin azlığı və hündür yerdə olmaq insanda belə deyim də nə qədər ən gözəl təamı da gətirib sənin qarşına qoysalar, sənin meylin onu çəkmir. Çünki sənin həzm sistemin zəifləyir, oksigen azlığından sənin bədənin, immunitetin və digər şeylər, ona görə sən yeməyə elə də iştahlı olmursan. Sən dağda ancaq onun üçün qidalanırsan ki, yəni belə damaq zevqi üçün sən orada qidalanırsan. Həyatda qalmaq üçün, enerji olmaq üçün, nə bilim, yolculuğa davam eləyə bilmək üçün sən qidalanırsan. 5360-da ana kampda daha geniş menyu var, amma kamp 1-dən sonra qar suyudur, əridilmiş, hansı ki ondan çay və su hazırlanır. Bir də həmin suda hazır paketlənmiş suplardır, müəyyən yeməklərdir, hansı ki bir saniyənin içində qaynar suya salmaqla həll olunur. Məhz bu cür qidalarla biz qidalanırdıq. Özünüz də yaxşı bilirsiniz ki, Everestə çıxıb orada həyatını itirənlər, yəni belə faciələr çox yaşanıb, hətta adları da var internetdə. Siz həmən cəsədlərə, skeletlərə rast gəldinizmi? Və o rast gəldinizsə, o anda nələr düşündünüz? İnsan təbii ki, bir ürpənir, bir qorxu yaşayır. Getmədən öncə dediyim kimi, araşdıranda mənim qarşıma belə bir xəritə də çıxmışdı. O Everestə gedən yolda bayraqlar sancılıbdı və bu bayraqların da aşağısından belə bir açıqlama yazılmışdı ki, hər bir bayraq orada bir cəsədin varlığını, yəni hansı nöqtədə cəsədin varlığını göstərir və bu kifayət qədər böyük bir rəqəmdir. Bəziləri gözlə görünəndir ki, məsələn, bu cəsəd zirvəyə çatmağı, tam zirvənin yanında bir cəsəd asılı formada, donmuş formadadır. Siz gördünüz onu? Əlbəttə, hətta onun yanından da keçdim, getdim. Bilirsiniz necədir? Başqa vaxt, başqa bir yerlərdə görəndə insan daha çox təsirlənir. Bilirsiniz, Everestə gedən yolda, zirvədə vaxt çox azdır. Sən orada dayanıb, ona baxıb, təəssüf hissi keçirib və yaxud da hər hansı bir şey eləməyə sənin vaxtın yoxdur. Alpinistlər
ip üzərində dayanıblar, kəndir üzərində dayanıblar və bütün idmançılardan tələb olunan yalnız bir şey var ki, fokuslanmaq və irəli getmək və zirvəni vaxtında eləyib geri qayıtmaq. Çünki bizim vaxtımız yoxdur, oksigenimiz azdır, hava şəraiti yüksəkdə, -40, -45 dərəcədir, küləyin sürəti 100-115-dir. Yəni bütün bunların hamısını nəzərə alanda sənin orada elə nəyəsə baxıb geniş düşünmə, təsvifləməyə sənin sadəcə imkanın yoxdur. Və bədən, ruh bunu anlayanda o cəhd tərpənir və istəyir ki, səni oradan xilas eləsin. Zirvəyə qalxan zaman hər hansı bir insanın ölümünə şahid oldunuz? Yanımda şahid olduqlarımdan biri bu oldu ki, tanıdığım alpinistlər oldu ki, onlar həyatını itirdilər. Alpinistlərdən biri 4-cü kampa çatmağa yaxın, onun kəndirdən, belə deyim də, karabin deyilir, alpinizm aləmində, bax belə bir dəmir bir başlığı var, kəndirə keçirilir və səni orada sığortalayır, saxlayır. Alpinist oradan üzü aşağı doğru, uçuruma doğru getmişdi. Daha sonra Şerpa, yəni onun köməkçisi, bələdçisi ona yaxınlaşanda gördü ki, artıq o dünyasını dəyişibdi. Digər alpinistlərdən biri zirvəni elədi, 4-cü kampa indi, özünə hətta yemək də hazırladı, amma yemək yeməyə çatdırmadı. Məsələn, o da dünyasını elə dəyişdi. Təhlükəli anlar oldu. Alpinistlərdən biri çata yıxıldı, getdi. Hansı ki, dərinliyi var idi. Bütün bunlar gözünüzün qarşısında. Bəziləri gözümün qarşısında, bəziləri məsələn üçün biz müəyyən yolculuq gedirik və ratsa ilə eşidirik ki, filan kampdan kampa gedərkən filan alpinistin başına hansısa bir iş gəlibdi. Hansı ki, sən də onu tanıyırsan və onunla bir eyni baza kampda olmusan və söhbət eləmişsən və s. Və bütün bunlar baş verirdi və çox qəribədir ki, bunları eşidəndə sən ancaq daxilən saniyəli təəssüf hissi keçirirsən və deyirsən ki, yoluma davam eləməliyəm. Yəni yenə dediyim kimi, orada vaxt sadəcə olaraq azdır. Və qadınların estetik əməliyyat yarışı var. Yəqin ki, bundan hamının xəbəri var. Buna necə baxırsınız? Niyə qadınların əksəriyyəti, niyə özümüz olmaqdan qorxuruq? Niyə özümüz olmağa cəsarətimiz olmur? Burada kişilərin payı nə qədərdir? Mənim tanıdığım o qədər gözəl qadınlar, yəni yaradılış etibarilə o qədər gözəl xanımlar var. Onlar özlərində elə dəyişikliklər ediblər ki, mən hələ də fikirləşirəm, o sualı hələ də onlara verirəm ki, yəni sən o qədər şarmlı və o qədər gözəl idin, amma bunu dəyişmənin səbəbini, məsələn, onlar izah eləyəndə sözün açığı mənə çox təəccüblü gəlir ki, hamının yaraşdırdığı, hamının bəyəndiyi bir şey, amma insan özü-özünə yaraşdırmır və yaxud da ki, artıq yəqin bu, bilirsiniz, o deyir, özünü yavaş-yavaşdan qoru. Yavaş-yavaş nələrsə dəyişə, yəqin ki, insan özü də tanınmaz bir hala gəlir. Mən bilmirəm. Necə sevsinlər qadınlar özlərini? Bunun bir üsulu varmı? Qadınlar özlərini sevmək, bizim hər birimiz fərqliyik. Hər birimiz orijinalıq, öz gözümüzlə, qaşımızla, burnumuzla, ağzımızla. Yəni biz bu orijinallığı sadəcə olaraq görmək üçün hal-hazırda baş verən dünyada, daima gözümüzün qarşısına gələn, belə deyim də, bu informasiya kirliliyidir, gözəllik kirliliyidir. Bu kirlilikdən uzaq olmaq lazımdır. Amma qadınlarımız bir şeyi nəzərdə saxlasınlar ki, bax, kütləyə ilə gedib, kütləyə oxşamaq, eynilik, bu çox yorucudur, bu çox darıxdırıcıdır. Ona görə öz orijinallığının, öz gözəlliyinin fərqinə varmaq, bunun üçün zaman ayırsınlar. Alpinist Vəfanı tamaşaçılar dərindən tanıdı. Elə bu şəkillərdəki əzmimizdən danışdıq, o yolçuluğun çətinliyindən danışdıq və maraqlıdır bir xanım olaraq. Vəfa xanımın çətinlikləri, həyatdan gözləntiləri, özünə qarşı qoyduğu qadağaları nələrdir? Xanım Vəfa istəyir ki, onun bu cəmiyyətə, insanlara, həm də mən təhsil işçisiyəm, həm də mən təhsil koçuyam, həyat koçuyam eyni zamanda. Onun missiyasıdır ki, insanların həyatına toxunuş eləsin, insanların həyatında müsbətə doğru, daha gözəl tərəflərə doğru dəyişikliklər eləsin. Ona görə mən öz missiyamı
bir evin içindən daha geniş miqyasda görürəm. Evin içini deyəndə mən oranı kiçiltmək istəmirəm. Zaten öz evini abad eləyə bilməyən xanım, öz evində sülh əmin-amanlığı bərqərar eləməyən xanım, öz övladlarına, həyat yoldaşına belə deyim də, o dediyim verimli olmaq, müsbət olmaq, bu kimi şəraiti yaratmayan qadın onsuz da cəmiyyətdə də heç bir şey eləyə bilməyəcək. Ona görə ailə kiçik modeldir, cəmiyyətin kiçik modelidir. Amma sən görəndə ki, sən orada sülh qura bilmirsən, sevgi qura bilmirsən, inan qura bilmirsən və sən bunu istəyirsən ki, evdən daha belə geniş miqyasa gətirəsən. Ona görə mən düşünürəm ki, bu günə qədər yığdığım, öyrəndiyim, əldə etdiyim təcrübələri artıq Everesti və Lhotsu da üzərinə gələndə artıq çoxdan vaxtıdır. Yəni bunu etməkdəyim, amma indi bunu daha geniş miqyasda və daha geniş kütlə ilə eləyə biləcəm. Və bu da bir insan olaraq, həm də bir xanım olaraq, bir ana olaraq, bir təhsil işçisi olaraq məni ilhamlandırır. Qadın gülərsə bu ıssız mühitimiz güləcək deyiblər. Əlbəttə. Həqiqətən də qadın ana xoşbəxtdirsə, ailədə uşaqlar da xoşbəxt olur, ətrafı da xoşbəxt olur və son olaraq qadağalardan danışmadıq. Düzdür, biraz qəribə səslənir Everesti fəth edən xanıma özünüzə qoyduğunuz qadağa nədir deyə soruşmaq, amma maraqlıdır. Özümə qoyduğum qadağa biraz simvolik olacaq, bəlkə biraz başqa cür səslənir, bilmirəm nə dərəcədə ölçülə bilən və əldə tutula bilən bir qadağadır. Məsələn, mən özümə qadağa qoymuşam ki, istənilən bir insan haqqında yanlış düşünmə. Yəni, mən bunu özümə icazə verirəm. Hətta belə bir fikirlər gələndə, təbii ki, mən insanam, mən mələk deyiləm və bütün insanlar səhv etməyə məhkumdular. Mən də məhkumam səhv eləməyə. Amma o səhv gələndə, həmin dediyim o fərqindəliyi gətirirəndə deyirəm ki, Vəfa, sən nə edirsən? Əgər sən doğrudan da böyük insan olmaq istəyirsən, bu böyüyü hər bir anlamda deyirəm. Sən doğrudan da dərin insan olmaq istəyirsənsə, sən ümumiyyətlə insanlar haqqında fikirlərinə çox diqqətlə yanaşmalısan. Vəfa xanım, elə qadınlar var ki, bax, sizin kimi uğurlu ola bilmirlər, öz arzularının arxasınca gedə bilmirlər, o cəsarəti nümayiş elətdirə bilmirlər müxtəlif səbəblərdən. Son olaraq o xanımlara, baxın belə üzünüzü tutub, nə deyə bilərsiniz? Həm də bir həyat koçusuz. Qadın bəzən o qədər məişəti olur ki, o qədər məişətə qarışır ki, qadın öz kimliyini unudur. Qadın bu həyata nə üçün gəldiyini, nə istədiyini, nə üçün bu dünya ilə nə etmək istədiyi haqqında belə düşünməyə vaxt tapmır. Nəinki daha çox bugün uşaqlarım nə yeyəcək, bugün uşaqlarım nə geyəcək. Bunlar əsaslardır. Mən buralara toxunmaq istəmirəm. Bunlar bizim yaşamamız üçün, gündəlik həyatımızı davam etmək üçün əsas bünövrə olan şeylərdir. Amma məişətdən çıxmaq, yəni qadın özünü oradan götürüb kənara qoymalıdır. Elə bir yerə qoymalıdır ki, orada o nə anadır, nə bacıdır, nə həyat yoldaşıdır, orada özüdür. Həqiqəti tapandan sonra ondan möhkəm yapışmaq. Biz bəzən görürsən ki, neynirik? Bir-birimizi sevirik, bir-birimizə vuruluruq, ailə həyatı qururuq. 3 aydan sonra deyirik ki, sevgi elə bir harasa getdi. Biz bir-birimizi sevirdik, hörmət edirdik, elə bir harasa getdi. O heç bir yerə getmir. Sadəcə olaraq biz nə üçün sevdiyimizi, kimi sevdiyimizi, hansı dəyərlərə görə o insanı seçdiyimizi unuduruq. Və onun üzərinə başqa informasiyalar, başqa hərəkatlar gəlir və sən unudursan ki, bu insanı, hətta deyirsən ki, mən dünənə qədər bunu dərəcəsinə sevirdim, amma indi mənim heç bir duyğum yoxdur. Xeyr, sadəcə olaraq insan unutqandır. Və qadınlara demək istəyirəm ki, tapdığınız nədirsə, ondan möhkəm yapışın, onu unutmayın, onu yazın hətta, onu yapışdırın hər harasa ki, gözünüz görsün ki, bax, siz bu həyatdan nə istəyirsiniz? Bu həyata nə üçün gəldiyinizi düşünürsünüz? Və çox yox, hər gün, amma hər gün az-az, addım-addım onun üçün çalışmaq lazımdır. Necə ki, mən Everest üçün hər saniyə, hər an, ruhən, mənəvi cəhətdən, fiziki cəhətdən hazırlaşdım və istədiyimə gedib çatdım. Bizim bütün arzularımız belədir. Onlar bizdən arzularımız bizdən diqqət istəyir. Onlar istəyirlər ki, biz arzumuza hər gün baxaq və onun üçün nəsə eləyək. Və hər gündə bizim atdığımız addım görəcəksiniz ki, sizi arzunuza çatdırdı, sizi dəyişib
tamamilə başqa bir insan elədi. Sizi olduğunuzdan daha yaxşı yerə götürdü. Ona görə diqqət edin. Tutun nədirsə, yapışın onun boğazından və ondan buraxmayın. O çox dəyərlidir, o çox qiymətlidir. Çox sağ olun, gözəl söhbətinizə görə, bizə vaxt ayırdığınıza Mən görə. teşəkkür Ümidvaram ki, tamaşaçılarımızın da xoşuna gəldi. Təşəkkürlər. Mən təşəkkür edirəm. Çox sağ olun. Sağ olun. Minnətdaram.